Sual verirlər ki, bəzi bacılar ailə quranda və həyat yoldaşı seçəndə kişinin evi, eşiyi, işi ilə maraqlananda deyirlər, əsas imandır, əqidədir, ruzini Allah yetirər. Və yaxud bu kimi şeylərə fikir verən bacıları qınayırlar ki, imanı azdır. Bu cür bacılara nəsihət edərdiniz. İslamda qadın ailə quranda nələrə əsas fikir verməlidir? Ümumən evlənən kişi özündə nələri təkmilləşdirməlidir ki, ailə qursun və ailədə xoşbəxt olsun? Demək, ilk öncə bunu qeyd edim ki, istər kişi olsun, istər qadın, ailə qurarkən ilk öncə ən əsas olan qarşı tərəfin dininə və əxlaqına önəm vermək lazımdır. Necə ki, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, əgər sizin qapınıza əxlaqından və dinindən razı qaldığınız bir kişi gələrsə, yəni qız istəməyə, o halda qızı ona verin. Əks halda yer üzündə fitnə fəsad olar. Həmçinin başqa bir hədisdə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, qadınla 4 xüsusiyyətinə görə evlənirlər, evlənmək olar. Mal dövlətinə görə, ad-sanına görə, gözəlliyinə görə və dininə görə. Və sonra bildirir ki, dini olandan yapışın. Və lakin əgər qadın ailə qurarkən kişinin demək işi, evi ilə maraqlanırsa, yəni bunda da bir qəbahət yoxdur. Yəni əxlaq və dindən sonra, əxlaqı və dini yerində olduqdan sonra, əgər kişinin işi ya evi ilə maraqlanırsa, bunda da bir qəbahət yoxdur. Çünki bunlar da ailənin xoşbəxt olması üçün əsas səbəblərdən biridir. Əgər malı, dövləti varsa, evi, eşiyi və s. dini və əxlaqı yerində deyilsə, əgər qadın maddiyyata üstünlük verərsə, sözsüz ki, bu səhvdir. Bu qeyd elədiyim, yəni iş, ev və s. qazanc, bunlar dini və əxlaqı yerində olmasından əmin olduqdan sonra keçmək olar, mümkündür. Qəbahət yoxdur bunda. Əgər kimsə maraqlanırsa, bunda da bir qəbahət yoxdur. Buna görə onu qınamaq olmaz. Sözsüz ki, evlənmək üçün ən kamil kişi odur ki, həm dini, əxlaqı yerində olduqdan sonra evi də olsun, gəliri də olsun və s. Lakin əgər gəliri və ya evi yoxdursa, yəni bu o demək deyil ki, ona qız vermək olmaz. Əksinə, hədisdən gördüyümüz kimi verilməlidir və sonra isə bu kimi keyfiyyətlərə, xüsusiyyətlərə diqqət edilməlidir.